Hər vaxtınız xeyirli olsun. Xırdalanda dayanacağa yaxın böyle bir 3 otaqlı həyət evi. Artıq təmir işləri tamamlanmaq üzrədir. Onu qeyd edim ki, evin də torpağında sənədləri var. Kucadır. Bura belə bir evin həyəti qalacaq ki, geniş bir həyəti o qalacaqdır. O burada artıq həyətinə tamit döşənəcək. Bu hissədə darvazası qoyulacaq. Burada trap xətti var. Kombi aparatı içində yeri hazır vəziyyətdə saxlanılıb. Zirzəmisi ev kürsülüdür. Yəni burada tamit olacaq, geniş bir həyəti qalır. 2 maşın rahatlıqla həyətinə yerləşəcəkdir. Biz biraz tez çəkiliş elədik. İndi təmir olduqdan sonra bir daha gəlib evi çəkəcəyik. Evə daxil olduqda belə bir dəhlizi, divar kağızları artıq vurulubdur. Burada mətbəxi yerləşir. Döşəməsi laminat olacaqdır. Geniş bir mətbəxi var. Burada bir yataq otağı. Burada hamam otağı yerləşir. Metlak kafelli. Burada ise ikinci bir yatak otağı. Burada ise zal otağı. Onu qeyd edim ki, evdə hal-hazırda görüldüyü kimi də təmir işləri gedir. Amma evin də torpağında sənədləri artıq alınıb. Kondisioner üçün şikayət çəkilib, kombi sistemi hər bir otağa çəkilibdir. TV üçün də yeri hazır vəziyyətdə saxlanılıb. Evin başlanğıc qiyməti 90 min manat deyilir. Tam təmirli vəziyyətdə. Evin qapıları da qoyulacaq. Döşəməsi laminat da vurulacaq. Tam təmirli vəziyyətdə 90 min manata deyilir və real alıcıya endirim olunacaqdır.